Salam, hörmətli tamaşaçılar. Amerikana proqramının bu həftəki buraxılışında ABŞ-ın ən böyük hərbi məzarlığından və müharibələrdə həlak olan Amerika əskərlərinin xatirəsinin anılmasından söhbət açırıq. Bildiyiniz kimi, hər il may ayının son həftəsinin ilk günü Amerikada xatirə günü kimi qeyd edilir. Həmin gün Amerikalılar Arlington Milli Qəbristanlığına gələrək 360 min məzarı ziyarət edir. Xatirə günündən əvvəl isə ABŞ əskərləri paytaxt Vaşinqtonun bir addımlığında yerləşən bu hərbi məzarlıqdakı qəbir daşlarının önünə Amerika bayraqları bastırır. Ordu polkovniki James Markert təxminən 6 il əvvəl İraq müharibəsində həlak olan Christopher Hendersonun məzarı üzərinə bayraq taxır. Hendersonun xanımı Jennifer və qızı o öləndən bəri hər il buraya gəlir. Burada olmaq onunla daha yaxın təmasdır və bu yolla biz onun xatirəsini anırıq. Köhnə qvardiya kimi tanınan silahlı qüvvələrin 3-cü piyada polku 60 ilə yaxındır qəbirlərin üzərinə bayraq qoyulmasının təşkili ilə məşğuldur. Polkovnik Markert polkun komandiridir. Bu yolla hərbi qulluqçulara verilən sözü yerinə yetiririk. Onların başına hadisə gələcəyi təqdirdə əmin olmalıyıq ki, ailələrinin qayğısına qalınır və onlar unudulmur. Bu ailə 32 yaşı bu günlərdə tamam olan William Beardsley'nin məzarını ziyarət edir. O, İraq müharibəsində həlak olub. Anası Diana deyir ki, onlar məzara ziyarət edəndə William'a mesajlar göndərirlər. Xüsusilə uşaqlar gündəlik həyatlarından danışır və son bir il ərzində baş verənləri məzarın önündə oxuyurlar. 1300-ə yaxın hərbçi 3 saatını ayırıb burada məzarların üzərinə bayraq taxır. Bu məzarlar arasında 1864-cü ilə və hətta ABŞ vətəndaş müharibəsinə aid məzarlar var. Burada həm də bir çox müharibə iştirakçısı olan əskərlərin məzarları da yer alır. Serjant Ricardo Rodriguez bayraq taxma mərasimində ilk dəfə iştirak edir. Burada olmaq xüsusi şərəfdir və şəhid yoldaşlarımıza hörmətimizi göstərmək imkanıdır. Bayraqları bel çantalarında daşıyan əskərlər onları baş daşından 30 sm önə bastırır. Məsafəni təxmini müəyyən etmək üçün ayaqqabıdan istifadə olunur. Serjant Ən Aqanovski hərbçi nəslindəndir. Bu fəxr və şərəfdir. Əminəm ki, bir əskər kimi görə biləcəyim ən şərəfli işdir. Bir neçə ildir mərasimdə iştirak edən mütəxəssis Taylor Davis məzarlığın böyüklüyündən heyrətlənib. Burada yüz minlərlə qadın və kişi dəfn edilib. Burada bir motivasiya hissi var. Bu həqiqətən də çox qeyri-adi hissdir. Və əlbəttə ki, əzizləri Arlington Milli Qəbristanlığında dəfn olunanlara da bu xüsusi hiss bəxş edir. Arlingtondan Amerikana proqramı üçün Emil Quliyev, Amerikanın səsi.